Hikmet Hacıyev, prezidentin tapşırığının detallarını açıkladı. İsrail'e mesajlarımızı çatdırdıq. İsraildə 1915-ci il hadisələrinin erməni soyqırımı kimi tanınması məsələsi Azərbaycanı ciddi şəkildə narahat etdi. Çünki qardaş Türkiyənin maraqları Azərbaycan üçün hər zaman prioritet olub və bu məsələ bizim üçün həmişə qırmızı xəttdir. Azpolitika xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi, Azərbaycan Respublikası prezidentinin administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmet Hacıyev Haber Global'a açıqlamasında deyib. Bu məsələ ortaya çıxan kimi cənab prezidentin tapşırığı ilə Azərbaycan intensiv diplomatik fəaliyyətə başladı. İsrail tərəfinə də mesajlarımızı çatdırdıq ki, belə bir qərarın qəbul edilməsi ilk növbədə ədalətsizdir, tarixi reallığı əks etdirmir və biz onun qəbulunu düzgün hesab etmirik. Müsbət hal ondan ibarətdir ki, İsrail tərəfi də Azərbaycanın bu mesajlarını ciddi qəbul etdi. Hesab edirik ki, bunun daha da irəliləməsinin qarşısı alındı. Bizim qənaətimizə görə bu heç bir halda tarixi reallığı əks etdirməyən, tamamilə ədalətsiz bir addım olardı. Hikmet Hacıyev vurğulayıb. O qeyd edib ki, Türkiyənin olmadığı masada Azərbaycan, Azərbaycanın olmadığı masada isə Türkiyə var.